Özünə inamı zəif uşaqlarda ən çox rast gəlinən 3 müdafiə mexanizmi. 1. Zarafata vurmaq. Çox ciddi və özünü narahat hiss etdiyi hər hansısa bir mövzuda o mövzu ilə qarşılaşmaqdansa daha çox gülüb, danışıb və mövzunu yüngülləşdirməyə çalışaraq öz hisslərini bir növ gizlətməyə çalışır. Bu, daxili güvənsizlik və yaxud da ki, utanclıq hissini ört-basdır etmək üçündür. 2. Mövzudan qaçmaq. Bu, uşaqların çox istifadə etdiyi bir metodlardan biridir. Onlar çətin gəldiyi mövzu barəsində danışmaq əvəzinə daha çox diqqəti yayındırmağa çalışır, müxtəlif hərəkətlər edir və ətrafında olan hər kəsi bu mövzudan uzaqlaşdırmağa çalışır. Bu isə özünə inamsızlıqdan irəli gəlir. Çünki daxilində bu mövzu ilə bağlı hər hansısa bir özünə inamsızlığı var və bu barədə ona ünvanlanacaq çətin sualların olduğunu düşünərək uzaqlaşmağa çalışır. 3. Hiperaktiv və ya həddən çox şıltaq davranışlar. Və bəzən uşaqlar güvənsiz olduqları vaxt bunu müxtəlif yollarla göstərirlər. Məsələn, həddən çox hərəkət etməklə, daha çox qaçmaq, hərəkət etmək, müxtəlif mövzular barəsində danışmaqla onlar bir növ bu mövzulardan uzaqlaşmağa çalışırlar. Bu da içəridəki narahatlıq və qeyri-müəyyənlik duyğularını bastırmaq üçün uşaqların istifadə etdiyi metodlardan biridir.